Salam. 11. riyaziyyat test oxusu, faiz isbat tənasib bölməsi, faizə aid məsələlər bölməsi. Birinci sual. Qurdularkən göbələk kütləsinin 85%-ni itirir. 100%-dən çıxaq 85%. Bilir bizə 15%. Nə qədər təzə göbələk götürmək lazımdır ki, 24 kilogram qurudulmuş göbələk alınsın. Demək, 15%-i 24-dürsə, 100%-i neçədir? Tənasibimizi qursaq, 15x bərabərdir 100 vur 24, x bərabərdir 100 vur 24 bölünsün 15. İxtisarımızı aparsaq, 5 ixtisar gedir, 20, 3, 24, 8, verir bizə 160. Düzgün cevabımız 160 demək. İkinci sual. Təzə meyvə qurudulduqda 82%-ni itirir. 100%-dən çıxsa 82%-i verir bizə 18%. 27 kilogram quru meyvə almaq istəyir. Deməli 18%-i 27-dirsə, 100%-i neçədir? Çarpaz vursaq, 18x bərabərdir 27 vurulsun 100, x bərabərdir 27 vur 100 bölünsün 18. 9 ixtisar aparsaq 2, 9 ixtisar aparsaq 3, 2 ilə 100 ixtisar 50 bərabərdir 150. Düzgün cevabımız 150 demək. Üçüncü sual. Düyüdə 75%, arpada isə 60% nişasta var. 5 kilogram düyüdə olan qədər nişasta almaq üçün 5 kilogram düyüdə olan qədər nişasta almaq üçün düyü 75% nişastadır. Və bu da ixtisar getdi 4'də 3, 15'də 4'ə böləndə verir bizə 3,75. Deməli 60%-i arpanın 60%-i nişastadır. Yəni biz 3,75 kilogram nişasta almaq üçün nə qədər arpa götürməliyik? 100%-i neçədir? Çarpaz vursaq, 60x bərabərdir 100 vur 3,75. X bərabərdir 100 vur 3,75 bölünsün 60 bərabərdir 370 %25. Düzgün cevabımız səbəbdir. Dördüncü sual. Birinci gün mağazadakı ərzağın 40%, birinci gün. İkinci gün qalan ərzağın 50%. İkinci gün qalan ərzaqdır. Bax, 100%-dən 40% çıxdı. Verdi bizə 60. Bu qalandır. Qalan ərzağın 50%-i satıldı. 60'ın 50%-ni tapmaq üçün 2'yə böldük, yaxud ki 50'yə böldük, 100'ə böldük 30. 2 gündə mağazadakı ərzağın neçə faizi satıldı? Birinci gün 40%-dir, ikinci gün 30%-dir. 40 bölüs 30 bərabərdir 70%. Düzgün cevabımız səbəbdir. 5-ci sual. Əmtənin qiyməti əvvəlcə 40% artırıldı, sonra yeni qiymət 40% azaldıldı. Əmtənin ilkin qiyməti necə dəyişdi? Bunu hesablamaq üçün düstur şəklində, bir də düstursuz formada yazacağım. Hələ ki düstur təqdim 40% artırıldı, müsbət 40 artırıldı. Sonra yeni qiymət 40% azaldıldı. B azaldılır deyə üstə gələk mənfi 40. Üstə gələk 40'ı vururam mənfi 40'a, bölürəm 100'ə. Bərabərdir. İslahlarımızı aparsa verir bizə mənfi 16. Deməli, əgər yekun cavabda mənfi almışıqsa 16% ucuzlaşdı. Düzgün cavabımız Y variantı. Digər varianta baxaq. Malın qiymətini, yəni tənin qiymətini 100 götürsək, 40% artırıldı. Oldu 140. 100'ün 40%i 40, 100'ün üstə 40 gəldi 140. Sonra yeni qiymət, bax bu yeni qiymətdir. 40% azaldıldı. 140'ın 40%-ni hesablayırıq. Verir bizə 56. Verdiyimiz 140'dan da çıxırıq 56. Çünki ucuzlaşdırılır. Oldu 84. Baxıram, əvvəl 100 idi, sonra oldu 84. 100 çıx 84 bərabərdir 16. Deməli, 16% ucuzlaşır. Düzgün variant Y.
6-cı sual. Malın qiyməti 100 idi. 10% azaldıldı, oldu qiymət 90. Sonra yeni qiymət, yəni bu 90, 10% artırıldı. 90'ın 10%'ini hesablasaq, verir bizə 9. Artırıldısa oldu 99. 100 idi, 99 oldu. 100 çıx 99 bərabərdir 1. Deməli 1% azaldı. Düzgün cavabımız Y variantı. 1% ucuzlaşdı. 7-ci sual. Əmtənin qiyməti əvvəlcə 8% artdı. Olur 108. Sonra yeni qiymət 10% azaldı. Bu yeni qiymət 108'in 10%'ini tapsam, verir bizə 10,8. 10% azaldı. Yəni 108'dən çıxmalıyıq biz 10,8'e. 97,2 olur. 97,2. Baxıram, əvvəl 100 idi, sonra oldu 97,2. Deməli, 100'dən çıxırıq 97,2. Olur 2,8. Deməli, 2,8% ucuzlaşdı. D variantı. A plus B plus avrosun B bölünsün 100. Misal üçün 8% artdısa, artırsa müsbət 8. 10% azalırsa mənfi 10. Üstə gələk 8 vur mənfi 10 bölünsün 100. Bərabərdir. Bu verir mənfi 2. İxtisar 7, 10, mənfi 0,8. O da verir mənfi 2,8. Yekunda mənfi qiymət almışıqsa, deməli 2,8% ucuzlaşdırmışdır. 8-ci sual. Televizorun qiyməti əvvəlcə 4% ucuzlaşdı. Sonra yeni qiymət 10% bahalaşdı. Deməli 100 idi, 4% ucuzlaşdısa 96 oldu. Sonra yeni qiymət 10% bahalaşdı. 96'nın 10%i 9,6 verəcəkdir. İndi 96'nı artırırıq. 96 üstə gələk 9,6. Olur 105,6. Əvvəl 100 idi, sonra oldu 105,6. 105,6'dan çıxıran 100 edir 5,6. Deməli, televizorun qiyməti 5,6% bahalanmışdır. Düzgün cavabımız D variantı. 9-cu sual. Kəndəki suyun 20% buxarlandıqdan sonra qalan suyun miqdarı necə artırmaq lazımdır ki, əvvəlki qədər soğusun? Açar sözümüz nədir? İlkin qiymətə qayıtmaq və yaxud da ki, əvvəlkinə qayıtmaq üçün düsturumuz var. 100P, 100 plus minus P. P burada faizdir. İndi burada deyil, 20% buxarlanıb. 100 vurulsun 20. Buxarlanıbsa 100 çıxılsın 20 yazacaq. Deməli, verir bizə 25%. Deməli, aldıq 25%. Digər suman hazırlasaq, həll eləsək, deməli, götürək əvvəlki qiyməti 100, 100'dən çıxdıq 20, verdi bizə 80. Deməli, 100'dür, 80'dir. 180'dən neçə faiz böyükdür? Aralarındakı fərqi surətə 80'dən məxrəcə faiz nisbətini tapmaq üçün 100'ə bərabərdir. 20 böl 80 vur 100 verəcəkdir bizə 25%. Hər iki usul keçərlidir. Biri düsturla yazmaq, biri var məntiqi təfəkkürü hesablamaq. Düzgün cavabımız C variantı. 10-cu sual. Kəndəki suyun 30%'ini buxarlandırdıqdan sonra faizimiz 30'dur. 100 vur 30, buxarlandırılıbsa 100 minus 30 bərabərdir. 70 məxrəcdə 100 vurulsun 30 surətdə. İxtisarımıza aparsaq 300 bölü 7, o da verir bizə 42,7'də 6. Əvvəlkini qayıtmaq üçün 42,7% artırmaq lazımdır. İkinci üsulunu etsək, deyək ki, 100 idi, 30% buxarlandı, oldu 70. 170'dən neçə faiz çoxdur? Dəni məxrəcə yazırıq, aralarındakı fərqi surətə yazırıq və 100%'ə vururuq faiz nisbətini tapmaq üçün. Surətdə olur
30 bölü 70 vurulsun 100 beraberdir 42,7'də 6. 42,7'də 6%. Düzgün cevabımız B variantı. 11. sual 3 briqada verib A briqadası, B briqadası, C briqadası. Birinci briqada A briqadası digər ikisinin yığdığının 33,1% qədər. 33,1% ədədə çevirmək üçün 100'ə bölürük. O da verir bizə 3'də 1. 3'də 1 hissəsinə bərabərdir. B isə digər ikisinin yığdığının 25%'nə bərabərdir. 25%'i də kəsr çevirmək üçün 100'ə bölürük. O da verir bizə 4'də 1. 100'ə böləndə belə də bölə bilərsiniz də. Bölü 100, bölü 100. 4'də 1. Hər tərəfi birinci kəsirdə 3'ə vururam, ikinci kəsirdə ifadəni isə 4'ə vururam. Deməli 3A bərabərdir bölü C, 4B bərabərdir A plus C. A plus C. Belə. İndi ifadələrə baxsaq, bütün məhsul, bax bütün məhsul A plus B plus C. Düzdür? Bu bütün məhsuldur. B plus C'nin yerinə 3A yazsam, bax B plus C'nin yerinə 3A yazsam, bütün məhsul olacaqdır 4A. Bu belə. Yenə A plus B plus C bərabərdir. A ilə C'nin cəmi 4B'dir. Bax bu ikisinin yerinə 4B qoysam, 4B'nin üstə 5B gəlsəm, eləyir 5B. Deməli, bütün məhsul 4A'ya bərabərdir, bir də 5B'yə bərabərdir. 4A bütün məhsulu ifadə edir. 5B'de bütün məhsulu ifadə edir. Bir məhsulu ifadə etdiyinə görə bütün yığılan məhsulu. Bu ifadələr bərabərdir. Buradan A bərabərdir 5K'ya, B bərabərdir 4K'ya. Bizə deyir ki, 3-cü briqada bütün məhsulun neçə faizini yığır? 3-cü briqada C'dir. Gəlin indi C'ni hesablayaq. Hesablayaq C'ni. C'ni tapmaq lazımdır. Deməli, A'nın yerinə 5K yazırıq, B'nin yerinə 4K yazırıq. Gətirək bax bu ifadədə yerinə yazaq. 3 vurulsun 5K bərabərdir. B'nin yerinə 4K plus C. 15K bərabərdir 4K plus C. C də bərabərdir 11K'ya. C'ni də aldıq 11K. Əla. İndi bizə deyir ki, 3-cü günün məhsulu 3-cü briqada bütün məhsulun neçə faizini yığır? 3-cü briqadaya baxaq. 3-cü briqada C'dir. Bütün məhsulun 11K. Bütün məhsul da ümumi məhsul verir bizə 20K. Faiz nisbətini tapmaq üçün 100%'ə vururuq. Bərabərdir. K'lar ixtisar getdi. 20 ilə 100 getdi. 5 oldu 55%. Düzgün cevabımız 55% B variantı. 12. sual 5 ilə oxuyan şagirdlərin faizi 3,5% ilə 4% arasıdadır. Sinifdə ən azı neçə şagird oxunur? Deməli, faizin bir ədədi tapmaq üçün deyək, bütün sinifdə A var. 3,5% əla çıxır. Faizin bir ədədi tapmaq üçün ədədi faiz göstərən ədədə bölüb 100'ə vurmaq lazımdır. Eyni qaydada A vur. A bölü 4 vur 100. 3,5. 100'ü 3,5'ə böləndə verir bizə. Sürət və məxrəc elə bir ki 100 bölünsün 3,5. 1000 bölünsün 35. 1035'ə böləndə verir bizə 2 dəfə 8 ile 5'in 4, 8 ile 3'ün 24, 28, qalır 20, 28 tam
35'te 20. Verir bize 28 tam 35'te 20. İxtisar da paranda qalır burada 27'de 4. 28 tam 7'de 4. 100'ü 4'e böləndə verir bizə 25. Deməli, sinifdəki şagirdlərin sayı 25 və 28 tam 7'de 4 ədədləri arasındadır. Bu aralıqda hansı ədədlər var? 26, 27, bir də 28-ci ədədlər var. Sinifdə ən az neçə nəfər oxuyur? Ən az 26 nəfər oxuyur. Bizim cavabımız D variantı. 13-cü sual. Maya dəyəri A manat olan məhsulu 16% xeyir ilə 100%-in üstünə 16% gəldi. Verdi bizə 116%. Onu da ədədə çevirəndə 1,16. Deməli, A ədədi oldu 1,16. Maya dəyəri B manat olan məhsul 4% zərərlə satır. 4% zərərlə satırsa 100-dən 4 çıxırıq. Bərabər 96%. O da verir 0,96. 0,96 B. Satıcı hər iki məhsuldan bir ədəd satıldıqda hər ikisindən bir dənə satılıb. Nə qazanc, nə də zərər əldə etmir. Yəni A plus B əvvəlki variant alınır. Yəni ilkin qiymətlər cəmində maya dəyərinin nə qədər pul verib, bu qədər pula bərabər olur. Yəni A plus B kimi qalır. A'ları bir tərəfə yığaq, 0,16 A bərabərdir. B'ləri bir tərəfə yığaq, 0,4 B. Sağlı solu 100'e vursaq, 16 A bərabərdir 4 B. İxtisar yaparsaq, 4 A bərabərdir B-yə. İndi bizə deyir ki, 4 A bərabərdir B, düzgün cavabımız D variantı. İfadələrdən arasındakı asıllığı müəyyən edin, asıllığımız da D variantı. B bərabərdir. 14-cü sual. Sinifdə 25 şagird oxuyur, onlardan 40%-i qızdır. Qız 25'in 40%-i. Verir bizə 10. Bu sinifə neçə qız da qəbul olunduqdan sonra, indi sinifdə 25 nəfər var. 10 nəfər də qızdır. Neçə nəfər qız qəbul olunur? Qız gəlirsə, həm qızların sayı artır, həm bütün sinifdəki uşaqların sayı artır. Sonra qızların sayı bütün sinifin 50%-ni təşkil edir. 50%-i də bərabərdir %50, 0,5 və yaxud da ki 2'də 1. 2'də 1 kimi yazdım. Çarpaz vursaq 20 plus 2x bərabərdir 25 plus x. X bərabərdir 5'ə. Bizim cevabımız 5. A variantı. 15-ci sual. Malın qiyməti 15% aşağı salınır. Bundan sonra malın ilkin qiymətini neçə faiz artırmaq lazımdır ki, ilkin qiyməti alınsın. Deməli, qaydanı tətbiq etsək, 100 vur P, 100 plus minus P. P'nin yerine 15% yazsaq, 100 vur 15, 100 çıxılsın 15 aşağı salınıb deyə çıxırıq. Verir bizə 85, 100 vur 15. İxtisarımızı yaparsaq, deməli, 5'e ixtisar getdi 17, 300 böl 17. 300 böl 17 bərabərdir bir dəfə 17, orada qalır 13, 130'un içində də 17, 7 dəfə 17 tam 17'də 11 olacaqdır. Düzgün cevabımız A variantı. Və yaxud da ki, ikinci variantımız. Demək, əvvəl malın qiyməti 100 olur. 15% aşağı satıldı, indi 85%. 85'dir. Bu 100 ile 85 arasındaki fərq 100 çıxılsın 85. 185'dən neçə faiz çoxdur? Məxrəcə də yazırıq 85. Bərabərdir, bu da verəcəkdir 17 tam 17'də 11. Düzgün cavabımız A variantı. 16-cı sual. Malın qiyməti 10% artırılmışdır. 100 vur 10, 100 plus 10. Əvvəlki qiymətə qayıtmaq üçün bərabərdir. 110, 100 vurulsun 10. İxtisarımızı aparsaq, 111'e bölsək,
9 tam 11'də 1 olacaq. Düzgün cavabımız D. Digər üsula keçək. İkinci varianta baxırıq. Əvvəl 100 idi, 10% artırıldı, oldu 110. Aralarındakı fərqi 110 çıxılsın 100. Deyir 100 110-dan nə qədər fərqlənir? 110-u da məxrəcə yazırıq. Faiz nisbəti tapmaq üçün 100%-ə vururuq. Bərabərdir 10 bölünsün 110 vurulsun 100. Bu da bərabərdir 9 tam 11'də 1. Düzgün cavabımız D variantı. 17-ci sual. Birinci qabda duzluğu 20% olan 30 litr. Deməli, birinci qabımız var. 30 litrdir, duzluluğu da 20%dir. İkinci qabda duzluluğu 30% olan, bax, ikinci qabımız var. Duzluluğu 30% olan 20 litr. Bu məhlullar bir qaba töküldü. Cəmlədik, bir qaba töküldü. Alınan məhsulun duzluğu neçə faiz olduğunu tapın. 30'un üstə 20 gəldi, verdi bizə 50. 30'un 20%, 30 vur 20 bölünsün 100 verir bizə 6. 6. 20'nin 30%, 20 vur 30 bölü 100 verir bizə 6. Duzları bir toplasam verir bizə 12, məhlulları bir toplasam 50. İndi mən bunun faizini tapmalıyım. Demək ki, 12, 50'nin neçə faizidir tapmaq üçün faiz nisbətini 100'ə vururuz. Bərabərdir. İxtisarımıza faiz 2, 2'ndə 12'yə vuranda 24. Deməli, qarışdırılan məhlullar neçə faiz oldu, duzluğun neçə faiz olduğunu tapın. Duzluğumuz 24%'dir. 19-cu sual. 2 bağlamamız var. Birində 6%'dir, o birisində isə 30%. %30%-i ana dili dərsləyidir. Birinci bağlamanı A ilə ifadə edək, ikinci bağlamanı B ilə ifadə edək. A-nın 6%-i. A vur 6 bölü 100. O da eləyir 0,6A. 0,6A. B'nin 30%'i. B vur 30 bölü 100. O da eləyir 0,3B. 0,3B. Deyir ki, bağlamadakı 120 kitabın 20% ana dili dərsliyidir. 120 vur 20 bölü 100 o da eləyir 24. Deməli 24 ana dili dərsliyidir. Sistemimizi quraq. A plus B bağlamada ümumi 120 dənə kitab var. Ana dili dərsliyi 0,6A plus 0,3B bərabərdir 24'ə. Deməli, birinci tənlik ümumi kitablar sayıdır. İkinci tənlik isə ana dili kitablarının ümumi sayıdır. Birinci tənliyi olduğu kimi saxlayaq. İkinci tənliyi 100'ə vuraq hər tərəfi. Olur 6A plus 30B bərabərdir 2400. Birinci tənliyi 6'ya vursaq, tərəf-tərəfə çıxsaq, 6A plus 6B bərabərdir 720. 6A plus 30B bərabərdir 2400. Tərəf-tərəfə çıxsaq, verir bizə 24B bərabərdir 1680. B də bərabərdir 70'ə. Biz aldıq ki, B ikinci bağlamadaki kitabların sayıdır. 70 kitab. 70 kitabın 30%, bax bu 30%. Ana dili dərsliyidir. 30'a vurup 100'ə bölsək, verir bizə 21. Deməli, ikinci bağlamada 21 sayda ana dili dərsliyi vardır. Düzgün cavabımız 21. 20-ci sual. Birinci bağlamadaki kitabların 5%. İkinci bağlamadaki kitabların 40%-i riyaziyyat dərsliyidir. İki bağlamadaki 140 kitabın birinci bağlamanı A, ikinci bağlamanı B ile ifadə edir. A plus B bərabərdir 140. 140 kitabın 30%-i riyaziyyat dərsliyidir. 140'ın 30%-i. Vurduq 30'a, böldük 100'ə. Bərabərdir 14'ü çevirəndə 42. 42'si riyaziyyat.
A-nın 5%, 0,5 A, B-nin 40%, 0,4 B. Ümumi cəmi 0,5 A üstə gələk 0,4 B, cəmi 42 kitabı riyaziyyatdır. İkinci tənliyi 100-ə vursaq, birinci tənlik durur. 5A plus 4B bərabərdir 4200. 4B yox, 40B. Birinci tənliyi 5-ə vursaq, olur belə. 5A plus 5B bərabərdir 700. 5A plus 40B bərabərdir 4200. Tərəf-tərəfə çıxsaq, 40B'dən 5B çıxanda 35B bərabərdir 4200-dən 700 çıxanda 3500. B də bərabərdir 3500. B də bərabərdir 100-ə. Deməli, ikinci bağlamada 100 kitab var. Birinci bağlamada isə, baxın, ikinci bağlamada 100 kitab var. Onda birinci bağlamada verir bizə 140. A bərabərdir 140 çıxılsın 100. O da bərabərdir 40. İkinci bağlamada 40 kitab var. 40'ın da 5%'ni tapırıq. 40 bölü 5 bölü 100. 40 bölü 5 bölü 100 bərabərdir 2. Deməli, ikinci bağlamada 2 riyaziyyat kitabı vardır. Bizdə nə istəyir? Birinci bağlamada neçə riyaziyyat dərsliyi var? 2 riyaziyyat dərsliyi var. Cavabımız 2. 21-ci sual. Sedan 52%'dir. Digərləri isə, bu sedandır. Digərləri 12, üstə görə 18, üstə görə 18, verir bizə 48%. Deyir ki, sedan digərlərindən 40 ədəd çoxdur. Gəlin sedanın faizindən çıxaq digərlərinin faizi bərabər olur 4%. 4%. Aralarındakı fərq 4%'dir. Deyir, sedan digərlərinin 40 ədəd çoxdur. 4%'i 40'dırsa, bizdən trup tiplisini soruşur. Trup da 12%'dir. 4%'i 40'dırsa, 12%'i neçədir? Çarpaz vursaq, 4x bərabərdir 12 vurulsun 4, x bərabərdir 12 vur 40 bölünsün 4. Bu da ixtisar gedəndə qalır 120. Deməli, neçə trup tipi maşın satılmışdır? 120 trup tipi maşın satılmışdır. 22-ci sual. Dairəvi diaqramda maşın dillərində 2017-ci ildə satılmış maşınların faiz miqdarı verilmişdir. Sedan 53%'dir. Digərləri 13 plus 16 plus 18 bərabərdir. 29'un üstə də 18 gələndə verir bizə 47%. 53%'dən çıxsaq 47% taparıq 6%. Deməli, sedan tipi maşınların sayı digər maşınların sayından 60 ədəd çoxdur. 60 ədəd çoxdur. 6%'i 60'dırsa bizdən SUV tipli də 18%'dir. 18%'i neçədir? Çarpaz vursaq 6x bərabərdir 18 vur 60, x bərabərdir 18 vur 60 bölünsün 6. İxtisarımıza aparsaq, o da verir bizə 180. Deməli, SUV tipli maşınların sayı 180'dən bərabərdir. 23-cü sual. Eyni məhsuldarlıqla işləyən 40 kombayn müəyyən sahəni 10 günə biçir, kombayn sayını 25% artırsa, 40'ın 25%'i bilir 10. 25% artırılır. 40'ın üstü 10 gəldi, verdi bizə 50. Deməli, kombayn sayını artırdıq. 50 kombayn həmin sahənin neçə günə bitirir? Biz bilirik ki, kombayn sayı ilə zaman, gün sayı tərs mütənasib təmiriyyətlərdir. Kombayn sayını artırdıqca zaman azalacaqdır. Deməli, biz burada paralel üsuldan istifadə edəcəyik. X bərabərdir 8. Düzgün cavabımız 8'dir.
24-cü sual. Eyni məhsuldarlıq işləyən 30 traktor 13 günə şumlayır. Traktor bir də gün. Sahəni 13 günə şumlayır. Traktorların sayını 30% artıraq. 30'un 30%'ini tapaq. Verir bizə 9. 30'u 30% artırdıq. 30 da gələk 9 verir bizə 39. Traktorların sayı 39 olarsa, həmin sahə neçə günə şumlanar? Bilirik ki, traktorla zaman tərs mütənasib asıllıqdır. Traktor sayı ilə zaman 39 vur x bərabərdir 30 vurulsun 13. X bərabərdir 30 vur 13 böl 39. Sayılarımız getdi 3, 3'dən 30. X bərabərdir 10'a. Düzgün cevabımız 10 günü. 25-ci sual. Malın qiymətini 40% azaltdıqdan sonra yeni qiyməti 25% azaltdılar. Malın ilkin qiyməti neçə faiz azaltdılar? Malın qiymətini 100 götürək. 40% azaldıq. Olur 60. Sonra yeni qiyməti 25% azaltdılar. 60'ın 25%'ini tapırıq. 60'ın 24'dən birini tapırıq. O da verir bizə 15. 15 vahid azaldırıq. 60'dan da 15 çıxanda verir bizə 45. Malın ilkin qiyməti neçə faiz azaltdılar? 100 ilə 45 arasındakı fərq 100 çıxılsın 45. O da bərabərdir 55%. Düzgün cevabımız 55%. Bunu düsturla yazsaq. A plus B plus A vurulsun B bölünsün 100. A'nın yerine 40, müsbət 40, azaldan da mənfi 40. Sonra yeni qiymət 25% azaldıldı. Üstə gələk mənfi 25, üstə gələk mənfi 40 vurulsun mənfi 25 bölünsün 100. Bərabərdir. Mənfi 65, üstə gələk bu mənfilər müsbətə çevrildi. 125 4, 40'dan da 4 qaldı. Orada 10. Bərabərdir. Mənfi 65'in üstə 10 gəldik. Verdi bizə mənfi 55. İlkində cavab mənfi 55 tapmışıqsa, malın qiyməti 55% azalmışdır. 26-cı sual. 480 ədədini elə iki hissəyə bölün ki, birinci hissənin 40%, ikinci hissənin 24%-nə bərabər olsun. Deməli, A və B ədədlərinin cəmi 480-dir. Birinci ədədin 40%, A'nın 40%, 0.4A. İkinci hissənin 24%-nə, B'nin 24%, 0.24 B. Bunlar bir-birinə bərabər olsun. Sistemi alsaq. İkinci ifadənin hər tərəfini 100'ə vururam. Verir bizə 40A bərabərdir 24B. 8'e ixtisar aparsaq, verir bizə 5. 8'e ixtisar aparsaq, 5A bərabərdir 3B. A verir bizə 3K, B verir bizə 5K. Gətirək birinci ifadədə yerinə yazaq. 3K plus 5K bərabərdir 480. 8K bərabərdir 480. K bərabərdir 60. İndi nə istəyir burada? Kiçik ədədi tapın. Kiçik ədədimiz 3K'ya bərabərdir. A bərabərdir 3 vur 60. O da verir bizə 180. Düzgün cevabımız 180. 27-ci sual. 780 ədədin 2 ədədin cəmi şəklində göstərilib ki, 2 ədəd götürək A və B ədədləri 780'ə bərabərdir. Birincinin 80%, A'nın 80%, 0.8A, B'nin ise 24%, 0.24 B. Bunlar birbirine beraberdir. Ortaya beraber işarəsi yazırıq. 0.8A beraberdir buna. Sistemi alsaq, ikinci ifadəni 100'ə vursaq, 80A bərabərdir 24B. Demək, biz bunu 8'ə bölsək, verir bizə 10A bərabərdir 3B'yə. A verir bizə 3K, B verir bizə 10K. 3K
Duz 10k bərabərdir 780. Baxın, birinci ifadədə yerinə qoydum. 13k bərabərdir 780, k bərabərdir 60. Bu ədədlərdən böyüyünü tapın. Deməli, A bərabərdir 3 vur 60, 180, B bərabərdir 10 vur 60, verir bizə 600. Düzgün cevabımız 600. Böyük ədəd istəyir bizdən. 28-ci sual. Paltanın qiyməti 500 manat idi. Onun qiymətini 20% artırdıqdan sonra 20% artıraq. 500'ün 20%. Eləyir 100. Oldu. 100 artırsaq olur 600. Yeni qiyməti daha 30% artırılır. 600'ün 30%'ini tapaq. 600 vur 30 bölü 100. Verir bizə 180. 600'ü də 180 vayda artıranda olur 780. Paltonun indiki qiyməti neçə manatdır? İndiki qiyməti 780 manatdır. Düzgün cevabımız 780 manat. 29-cu sual. Paltonun qiyməti 600 manat idi. Onun indiki qiyməti 40% artırdıqdan sonra 600'ün 40%'ini tapırıq. Verir bizə 240, toplayanda verir 840. Onun qiymətini artırdıqdan sonra yeni qiyməti 20% artırdılar. Bunu da yine 20%'ini tapaq. 840 bölü 20 bölü 100, o da verəcək 168. 840'ın üstünə 168 gəlsə, o da verir bizə 8, 9, 1008. Bizdən nə istəyir? Paltonun indiki qiyməti neçə manatdır? Paltonun indiki qiyməti 18 manatdır. 30-cu sual. Malın əvvəlcə 8%, sonra yeni qiyməti 4 dəfə azaldılar. Malı götürək 100, 8% azaldıblar. 100'ün 8%'i 8, 100'dən də 8 çıxdıq 92. Sonra yeni qiyməti 4 dəfə azaltdılar. Bunu 4'ə böləndə verir bizə 23. Malın ilkin qiyməti neçə faiz azaldı? 100 idi 23 oldu. 100 çıx 23 bərabərdir 77. 77% neyləmişdir? Azalmışdır malın ilkin qiyməti. 31. Malın əvvəlcə 6%, sonra yeni qiyməti 2 dəfə artırdılar. Malın qiymətini 100 götürək. 6% artırdıqda olur 106%. 106. Sonra yeni qiyməti 2 dəfə artırdılar. Bunu da 2'ye vuranda verir bizə 212. Malın qiyməti neçə faiz artdı? 100 idi, 212 oldu. Aralarındakı fərq 112. 112% artmışdır. 32-ci sual. Bankdan əvvəlcə məbləğin 40%, sonra qalan məbləğin 40%'ini götürdülər. Bankda əvvəlcə 100 manat vəsait var. 40%'ini götürdülər. Qaldı 60. Sonra isə qalan məbləğin, yəni 60'ın 40%'ini götürüblər. 60 vur 40 bölü 100 eləyir 24. 60'dan da çıxırıq 24'ü. 36. Bankda əvvəlki məbləğin neçə faizi qaldı? Əvvəlki məbləğin 36% qaldı. Düzgün cevabımız 36. 33-cü sual. Malın qiymətini 20% azaltdıqdan sonra 100 idi. 20% azaldı, oldu 80. Sonra yeni qiyməti 15% azaltdılar. 80'in 15%'ini tapıram. Verir bizə 12. 80'dən də 12 çıxıram. 80 çıx 12. 68. Malın ilkin qiyməti neçə faiz azaldı? 100 idi, 68 oldu. Neçə faiz azaldı? 100'dən çıxırıq 68'i. Verir bizə 32%. 32% azalmışdır. 34-cü sual. 400 qram 15%li duz məhlulu. 400 qram 15%li duz məhlulu. 25 qram duz əlavə olunur. 25 qram duz əlavə olduqdan sonra məhlul neçə faizli oldu?
töküblər, biri başqa qaba yığıblar. 400'ün 15% verir bizə 60. Elə bil ki 400'ü vurdum 15'ə, böldüm 100'ə. Verdi bizə 60. 25 qram duz əlavə ediblər. Duz əlavə edibsə duzluq 100%. 25'in 100% ilə 25. Bu məhlulları qarışdırıblar. Olub məhlul 425. 60 ilə də 25'in cəmi verir bizə 85. Məhlulun qatılığını istəyir. 85 böl 425 faiz nisbətini tapmaq üçün 100'ə vururuq. Bərabərdir. 25 ixtisar getdi 4. 25 ixtisar getdi 5. 4'ün də verir bizə 20. Deməli, məhlulumuz 20%lidir. 35-ci sual. 500 qram 16%li. 500 qram 16%li. 500'ün 16% edir 80. Duz məhluluna 25 qram duz əlavə olunur. Üstə gələ 25 qram duz əlavə olunur. Duzun faizi 100'dür. Yəni hamısı. 25'in də 100%i 25. Bunları qarışdırdılar bir qaba. 500 ilə 25'i topladıq. 525. 80 ilə 25'i topladıq. Verir bizə 105. Məhlulun qatılığını tapmalıyıq. Deməli 105 surətdə 525 məxrəcdə vururuq 100%. Bərabər. 25'e ixtisar getdi 4, 25'e ixtisar getdi 21, 21 ilə 105 ixtisar getdi 5, 5 dəfə 4'ün də 20. Deməli, məhlulumuz 20% oldu. Düzgün cavabımız 20. 36-cı sual. Duzu A ilə ifadə edir, sonu da B ilə ifadə edir. A'nı 20% artırılıb. 20% deyəndə 0,2'ye bərabərdir. Bir A'nı artırıq 0,2A olur 1,2A. Suyun miqdarını 30% azaldırıq. 100'dən də 30 çıxanda 70 olur 0,7B. Məhlulun miqdarı dəyişmədi. Yəni bunları toplasam da məhlulun əvvəlki miqdarı A plus B'dir, dəyişmir. Duz plus su bərabərdir məhlul. Değişmir. Keçdik sol tərəfə. 0,2A bərabərdir. Bunu da sağ tərəfə keçirsək 0,3B. Sağlı sollu ona vursaq 2A bərabərdir 3B'yə. A'mız verir bizə 3K, B'miz verir bizə 2K. Duz neçə faiz idi? İlkin məhlulla indi baxaq. 3K-nın 2K-nı toplayırıq. Bu məhlul duzu B ilə, duzu A ilə ifadə etmişdim, suyu B ilə ifadə etmişdim. 36'da bizdə duz istəyir. Duz da A-ya bərabərdir. Surətdə yazırıq. 3K faiz nisbəti ilə göstərmək üçün 100'ə vururuq. Verir bizə 3K, 5K vurulsun 100. O da bərabərdir 60%. Düzgün cevabımız 60%. 37. sual. 6 ton. Deməli, birinci qaba baxaq. 6 tondur. 96%lidir. Neçə ton su əlavə etmək lazımdır? Tonun miqdarını bilmirik. Suda 0%. Əlavə etmək lazımdır ki 80%li məhlul alınsın. Bərabərdir 80% olmalıdır. Deməli, məhlulları qarışdırdıqda ümumi məhlul 6 plus x olur. 6'nın 96%, 6 vur 96 bölünsün 100 bərabər. 36, 576 bölünsün 100. O da verir bizə 5 tam %76. Suyun 0%i 0 verir. 5 tam %76'ın 0 gələndə 5 tam %76. Nisbətimiz quraq. 5 tam %76 bölünsün 6 plus x bərabərdir 80%, %80'ə. Bunlar da ixtisar gedir. Qalır burada 5'də 4. Çarpaz vursaq 24 plus 4x bərabərdir. 5 dəfə 6 30, 5 dəfə 7
35, 38, 3 yadda, 25, 28. Yani virgül ayırdık. 28,8. 4x beraber 28,8'den 24 çıktı. 4,8 x beraberdir 1,2. Düzgün cevabımız 1,2. 38. sual 4 ton 75 faizli spirt məhluluna neçə ton su əlavə etmək lazımdır? Neçə ton bilmirik. Suda 0%. Lazımdır ki 6% spirt, 60% spirt məhlulu alınsın. Alınsın burada 60%. Məhlulları toplasaq, məxrəcdə olacaq 4+3. 4'ün 75% olur 3. X'in 0%, 0. 3'ün üstə 0 gələndə 3. Nisbətimizi qursaq, 3 bölünsün 4 plus x bərabərdir 60%, %60'a. İxtisar getdi, qaldı 5'də 3. Çarpaz vursaq, 12 plus 3x bərabərdir 15, 3x bərabərdir 3, x bərabərdir 1'ə. Düzgün cevabımız 1. 39. sual. 250 gram 20%li 39. sual. 39. sual. 250 gram 20%li şeker məhlulundan neçə gram suyu buxarlandırmaq lazımdır? Suyu buxarlandırmaq lazımdır. Suyun faizi 0%li, məhlul 25%li olsun. 25%li. Buxarlandırmaq deyəndə çıxırıq. 250'den çıxırıq x-i. 250'nin 20% verəcəkdir bizə 50. X-in 0% 0. 50'den 0 çıxanda verir bizə 50. Kesir xətti çəkirik. Surətə 50, məxrəcə 250 minus x bərabər 25%-də 4'dən 1-dir və yaxud da ki %25. İxtisar gedəndə 4'də 1. Çarpaz vursaq 250 çıxılsın 4x, çıxılsın x. 250 çıxılsın x bərabərdir 4'ə 50'yə vuranda 200. X də bərabərdir 50'yə. Düzgün cavabımız 50. 40. sual 300 gram 25% şeker məhlulundan 300 gram 25%li şeker məhlulundan neçə gram suyu buxarlandırmaq lazımdır? Suyu bilmirəm, x, suyun faizi 0%. Məhlul 30% alınsın. Məhlulumuz 30% alınsın. Buxarlandırmaq deyəndə 300 minus x. 300'ün 25%, 300'ün elə bir ki 4'dən 1'i verir bizə 75. X'in 0% 0. 75'ten de 0 çıxanda 75. Nisbətimizi qursaq, 75 surətə 300 minus x məxrəcə bərabər 30% də yazıram %30. İxtisarlarımıza aparsaq, onda 3 verir. Çarpaz vursaq, 900 çıx 3x bərabərdir 750. 3x bərabərdir 150, x də bərabərdir 50'yə. Düzgün cevabımız 50. Birinci sual. Yeni biçilmiş otun nəmliyi 80%. 100%'den çıxsam 80% verir bizə 20%. Bu 20% qupquru otdur. Qupquru. Deməli 18 ton yeni biçilmiş otdan neçə ton quru ot alınır? 18'in 20%'ni tapırıq. Bölürüz. Bərabərdir. O deyir 3,6. 3,6 qupquru otdur. Qupquru ot. 3,6 ton. Bir də deyək ki, quru otun da nəmliyi 10%-dir. 100%-dən çıxsam 10% bərabərdir 90%. 18 ton yeni biçilmiş otdan neçə ton quru ot alınır? Baxın, 18 ton bu 3,6, yəni 90%-i 3,6 olan ədədi tapırıq. 90% 3,6'dırsa 100%-i neçədir?
90 x bərabərdir 100 vurulsun 3,6. X də bərabərdir 4-ə. Düzgün cavabımız 4. 42-ci sual. 500 kilogram 15% düz məhlulun. Deməli, məhlulumuz 500 kilogram 15% duz məhluluna neçə kilogram suyu buxarlandırılır? Bilmirik suyu, x ilə ifadə edirik. Suyun faizi 0%dir. Lazımdır ki, 25%li məhlul alınsın. 25% məhlul alınsın. Deməli, məhlulumuz olur 500 minus x. 500'ün 15%ni hesablayaq. 500 vur 15 böl 100 bərabərdir 75. Deməli, 75 yazdıq yuxarı. X'in 0%-i 0. 75'dən 0 çıxanda 75. Kəsr xətti çəksək, 75, 500 minus x'in neçə faizidir? 25%-dir. 100-də 25'ə bərabərdir. Hesab etsək 4'də 1. Çarpaz vursaq, 500 çıx x bərabərdir. 4'də 5'in 20, verir bizə 300. X bərabərdir 200. Düzgün cavabımız 200.